futbol dünyasının böyük klublarını necə yarandığını maraq eləmisiniz? Yəni seriyamızın ilk dayanacağı Türkiyənin ilk rəsmi klubu Qara və Ağın əfsanəvi qovuşma nöqtəsi Beşiktaşdır. Şahzadə qonaqlarından polis basqınlarına, matəm lənglərindən Qara Qartala uzanan möhtəşəm bir yolculuğa hazırsansa başlayırıq. Bu sadəcə klub tarixi deyil, bu bir xalqın ruhudur. Hamı qalibləri tanıyır, amma heç kim hekayənin necə başladığını bilmir. Bugün milyonların ürəyində taxt quran klublar bir vaxtlar sadəcə bir xəyal idi. Yeni seriyamızın ilk bölümündə İstanbulun dar küçələrinə 1903-ə qaydırıq. Beşiktaşın, yəni Qara Qartalın doğuşuna şahidlik edəcəyik. Təsəvvür edin, o dövrdə idmanla məşğul olmaq hələ qadağandır. Amma bir qrup cəsur gənc Osman Paşanın qonağında gizlicə toplaşır. Onların məqsədi sadəcə idman etmək idi. Amma fərqində olmadan bir tarix yazırdılar. Beşiktaş sadəcə bir idman klubu deyil, Türkiyənin ilk rəsmi, təsir olunmuş klub olaraq dövlətin icazəsi ilə tarixə keçib. Bəs o rənglər? Niyə ağ və qara? Bu sadəcə bir seçim deyildi. Balkan müharibələrində etkilən torpaqların sızıntısı idi. Onlar söz verdilər. Torpaqlar geri qaydana qədər biz matəmdəyik. Bax, Beşiktaş belə bir sadiqlik və şərəf üzərinə quruldu. Qara Qartal ləqəbi isə illər sonra bir balıqçının tribunadan qışqırdığı o unudulmaz səs ilə bütün dünyaya yayıldı. Beşiktaş bir səhvdən çıxıb bir dünya markasına çevrildi. Amma bu elə başlanğıcdır. Seriyamızın növbəti hissələrində digər böyük klubların gizli arxivlərini açacağıq. Görəsən növbəti dayacağımız hansı rənglərin hekayəsi olacaq? Tarixin izi ilə getmək üçün bizi izləməyi unutmayın. İl 1920. Respublikada qurulmayıb, amma Beşiktaş böyüyür. Bu böyümənin arxasında duran ən böyük adlardan biri Şərəf bəy idi. Onun ən böyük xəyalı Beşiktaşın öz stadionunun olması idi. O stadionun tikilməsi üçün bütün həyatını, hətta sağlığını fəda etdi. Çətinliklərlə şəxsi vəsaiti ilə aldığı o torpağı Beşiktaşa qazandırdı. Amma taleyin acı oyunu o stadionun açılışını görə bilmədi. Bu stadion onun şərəfi ilə qurulduğu üçün elə Şərəf stadionu adlanırdı. Və təbii ki, Baba Haqqı onun sadəcə adı deyil, meydandakı heybəti belə rəqibləri qorxudurdu. O Beşiktaşın meydandakı ədaləti idi. Baba Haqqı sadəcə qol vurmazdı. O komanda yaddaşlarında tərəflərinə Beşiktaşlıq döyüşünü öyrətdi. Bir oyunda rəqib oyuncusunun ona qarşı hörmətsizliyinə necə cavab verdiyini bilirsinizmi? O sadəcə özünə gəl, bura Beşiktaşdır demişdi. Bu bir klubun xarakterinin necə formalaşdığının sübutudur. Şərəf bəy stadionunu, Baba Haqqı isə xarakterini verdi Beşiktaşa. Bəlkə də bir səmt klubu bir xalqın qüruruna çevrildi. Amma Beşiktaşın tarixi sadəcə bu iki adla bitmir. Növbəti bölümdə o məşhur Qara Qartal ləqəbinin tribuna səsindən dünyaya yayılmasının sirlərini və klubun tarixində qızıl dövrləri araşdıracağıq. Tarixin izi ilə getməyə davam etmək üçün bizi izləməyi unutmayın.